İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatları dedi ki, Dünya Müharibəsi başa çatandan sonra dünyada iki fövqəladə dövlət olacaqdı. Bunun biri SSR idisə, ən birincisi isə Amerika Birləşmiş Ştatları olacaqdı. Müharibədən qalib kimi çıxdı. Dünyanın ən güclü dövlətə çevrildi, varlı ölkəsinə çevrildi, hegemon dövlətə çevrildi. Ərazisində müharibə getmədiyi üçün iqtisadiyyatı dağılmadı, əhalinin rifahı çox da aşağı düşmədi. Qismi şəkildə müharibənin göstərdiyi tələblər var idi ki, o tələblər həyata keçirilir, o başqa bir şeydir. Amma ümumi digər dövlətlərlə müqayisədə Amerika çox belə səmərəli şəkildə müharibədən çıxacaq. Bu dövrdə Amerika prezidenti Harry Truman olacaqdı. Harry Truman'in dövrü, əslində Truman müharibənin sonlarına yaxın Roosevelt'in vəfatından sonra gəlmişdi. Vitse-prezident idi, amma sonradan isə seçiləcəkdi yenidən prezident kimi. Truman dövründə hansı iqtisadi proqram? Ki, əsas baxın, ABŞ-da bu əsas məsələdir. Hər bir Amerika prezidentinin bir iqtisadi paketi olur. İqtisadi proqram paketi, yəni islahatlar proqramı. Başa düşdünüz? İstəyir xarici siyasət, istəyir daxili siyasət. Yəni bunları bilmək vacibdir. Ədalətli xətt dediyimiz proqramı qəbul edəcək. Ədalətli xətt yeni xəttin, Roosevelt'in yeni xəttinin davamı kimi hesab olunacaqdır. Ədalətli xəttdə müharibədən sonra əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, onun sosial rifahını və firavan dövlət qurma yolunda addımlar atılacaq. Daxildə nə edəcəkdir? Mənzil tikintisini genişləndirəcəkdir. Kasıb insanlara mənzil verilməsi məsələsini yumşaldacaqdır. Müharibədən təxir olunan əsgərləri yeni iş yerləri açdıracaqdır. Yəni yeni iş yerləri açacaqdılar. Sonra iqtisadiyyatın dövlətin tənzimedici funksiyasını qismən də olsa, az da olsa azaldır, amma belə də Roosevelt'də kimi davam edir. Yəni müdaxilə çox güclüydür. Sonra bundan sonra bu dövrdə Taftli-Hartley qanunu qəbul edilir. Taftli-Hartley qanunun mahiyyəti nə idi? Taftli-Hartley qanununa əgər dövlətdən icazəsiz fəhlə tətilləri həyata keçirirsə, bunlar dağıdılacaqdı, qadağan olunacaqdı. Yəni Taftli-Hartley görə həmkarlar ittifaqlarına və müəyyən olunmuş, həmçinin ittifaqla nəzarət və müəyyən olunmuş vaxtdan kənar heç bir tətil hərəkatı keçirə bilməzdi. Konstitusiya dəyişikliyi eləyəcəkdi. Konstitusiya dəyişikliyi George Washington, Wilson dövrlərinə oxşar cəhət götürürsünüz. Konstitusiyaya görə hansı səbəbdən olur olsun, fərqi yoxdur. Amerikada 2 dəfədən artıq prezident seçilə bilməzdir. Roosevelt müharibəyə əlaqədar olaraq 4 dəfə bir prezidentlik dövrü keçirmişdir. Düşünün ki, 33-dən 45-ə qədər. Yəni təqribən bir 12 il prezident olacaqdı. Bu 3 dəfədən artıq olur hesab olunur. Ona görə də yəni bunu konstitusiya qəti şəkildə dərkləndirəcəkdilər. Sonra bu dövrdə dediyimiz kimi mənzil rifahı yaxşılaşdırılacaqdı, sosial xərclər artırılacaqdı, əhaliyə sosial təminatı genişləndiriləcəkdi. Bunların hamısını Amerika prezidenti Truman dövründə yeni iş yerləri açılacaqdı və rifahı yüksəldəcəkdi. Bu dövrdə makartizm siyasəti edilir. Çünki Truman'dan başlayaraq soyuq müharibə dediyimiz termin yaranacaqdı. Soyuq müharibə ABŞ ilə SSR arasında dünyada güc müharibəsi idi. Və bu soyuq müharibədən istifadə edərək kommunizm ideologiyasına qarşı mübarizə apardı. Buna da makartizm siyasəti. Niyə? ABŞ senatoru Joseph McCarthy'nin siyasəti idi. Burada kommunist təhlükəsini Amerikada bir növ belə deyək də ifadə eləyərək kommunizmə qarşı mübarizə aparıldı. Amma burada dövlət nələrdən istifadə edirdi? Azad fikirli insanlar da həbs edirdi. Məsəl üçün deyək ki, mən kommunist deyirəm, Amerika hansısa bir siyasətçisiyəm, amma kommunist deyirəm. Çıxıram deyirəm ki, qaradərlilərə hüquqlar vermək lazımdır. Və yaxud da çıxıram deyirəm ki, Amerika xalqının müəyyən bir hissəsi kasıblıq həddinə yaşayırlar. Mənim fikirlərim xoş gəlmədiyi üçün hökumət orqanlarına məni kommunizm, yəni ideologiyasını yaymaqda ittiham edib, məni təqib edirlər. Amerika xalqı da qorxur da ki, kommunizm hər an yayıla bilər ABŞ-da. Ona görə tez bazar onların mənafinə çıxışan insanlar nə edirlər? Tənqid eləməyə başladı ki, yox, sən səhvsən, bizə kommunizmi, sosializm gətirməksən. O tipli, yəni ona görə də o hissədə diqqətli onda azad fikirli insanların sıxışdırılması məsələsi açıqlaması budur yəni. Sonra bu dövrdə Truman dövründə qaradərlilərə seçki hüququ vermək istəyirdi, amma yenə ABŞ senatında bu qərar çıxmayacaqdı və yarımçıq qalacaq. Çünki istəyirdilər ki, 2-ci Dünya müharibəsində fəal iştirak edən qaradərlilərin hüquqları genişləndirsin. Truman dövründə xarici siyasətə baxdığımızda, daxili siyasətdə, xarici siyasətdə əsas rəqibimiz SSR-dir, bəlli bir şeydir və xarici siyasətdə atom diplomatiyası adını alacaq. Daha çox nüvə silahına sahib olan ölkə daha çox qüdrətlidir. Yəni bu siyasətdir. Bir də ki, bilirsiniz əvvəlki dəstədə keçmiş İngiltərədə falan Truman doktrinası və Marshall falan tətbiq olacaq. Truman doktrinasının mahiyyəti nə idi? Türkiyə və Yunanıstana SSR təhlükəsinin qarşısına almaq idi. Bunun üçün hərbi yardım idi. Marshall isə Avropa dövlətlərinə maliyyə yardımı ayıracaqdılar.
bu dövlət, yəni bu dövlətlər ABŞ-dan maliyyə yardımı olaraq öz iqtisadiyyatını inkişaf edəcəkdir. Truman'dan sonra hakimiyyətə Eisenhower gələcəkdir. Eisenhower bilməyə ehtiyac yoxdur. Eisenhower bilirsiniz daha 2-ci cəbhənin açılmasında baş komandan olmuşdu 2-ci Dünya müharibəsində. Bu gəlir hakimiyyətə bir cümlə bəs eləyib, iqtisadi, sosial və siyasi islahatlar keçəcək. Все, qutardı. Bu cümlə bəs eləyəcək. Yerinə ilk Katolik prezident John Kennedy gələcək. ABŞ-ın ən karizmatik prezidentlərindən biri hesab olunur. John Kennedy. John Kennedy gəldi, Yeni Hüdudlar adlı iqtisadi proqramı tətbiq edəcək. Bunun dövründə inflyasiya ən aşağı həddə düşdü. Maaşlar qaldırılacaq. Sonra büdcə kəsiri aşağı salınacaqdı. Sonra iqtisadiyyat tənzim edici funksiyanı, yəni dövlət artıq ramalın istehsal elədiyi marş ilə qarışmayacaq. İstədiyi qədər istehsal eləyəcəkdir və iqtisadi inkişafı təmin eləyəcəkdir. Əhali rifah səviyyəsi çox yüksəkdir. Xarici siyasətin Yeni Hüdudlar proqramında əsas məqsəd ABŞ-ın Avropada və Latin Amerikasında mövqeyini gücləndirməkdir. Kennedy'nin dövründə Latin Amerikasında maliyyə yardım edilir ki, orada mövqeyi güclənsin. Avropaya tam dəstək dururdu və SSR-nin nüfuzlu dairələrini bir növ məhdudlaşdırmağa çalışırdı. Kennedy'nin dövründə iki böhran baş verəcək. Bir, 1961 Berlin, 1962-də Karib böhranıdır. Karib Kuba böhranıdır. Bunu burada bir qısa izah edeyim. 1959-da Kubada hərbi çevriliş olacaqdı. Fidel Castro hakimiyyət edəcəkdi. Fidel Castro isə kommunist olacaqdı. Fidel Castro'nun hakimiyyət gəlməsi dedi kimin xoşuna gəlməyəcəkdi? ABŞ-ın. Çünki Kuba düz Amerika Birləşmiş Ştatlarının cənubunda yerləşən adadır. Coğrafiyasını bilirəm, bilir. Yəni şübhəm yoxdur bununla bağlı. Və Kubada kommunist tipli rejimin hakimiyyət gəlməsi ABŞ-ın marağına zidd idi. Və Amerika Kubanı mühasirə alır. Dənizdən, okeanın ortasında olduğu üçün ola bilir, bilirsiniz. Dənizdən mühasirə, bir də havadan. Bu da kimin marağına zidd idi? SSR-nin marağına zidd. SSR-i oraya gizli yolla raketdə yerləşdirəcək, nüvə başlı raketlər. Axşam hamı yatacaqdı, səhər duracaqdılar ki, Kuba xəbərlərdə elan edir ki, SSR-ə istiqamətlənən nüvə başlı raketlər var. Bu bütün dünyanı qorxudacaqdı. Yəni hər an nüvə müharibəsi başlaya bilər. Lakin həm Xruşovun, həm də John Kennedy'nin mövqelərində yumşalma prosesinin olması, yəni danışıqlara getməsi nüvə müharibəsinin təhlükəsinin qarşısını alacaq. 1963-cü ildə isə nüvə raketlərinin sınaqdan keçirilməsini qadağan eləyən, dənizdə, havada, bunlarda yəni qadağan eləyən müqavilə imzalanacaq. Moskva müqaviləsi idi 60-da ABŞ, İngiltərə və SSR arasında. Lakin bu hərbi sənaye maqnatların xoşuna gəlməyəcəkdir, milyarderlərin. Çünki nüvə silahını əgər sınaqdan keçirmirsənsə, nüvə silahını istehsal eləmirsən deməkdir. Nüvə silahını istehsal eləmirsənsə, hərbi maqnatlar pul qazanmır deməkdir. Çünki onlar dövlət sifariş verirdi, onlar da sifarişi yerinə yetirirlər. Və təbii ki, 63-cü ildə bu qərar xoşuna gəlməyəcəkdir və etirazına səbəb olacaq, senatorların etirazına səbəb olur. 63-cü ildə Teksasda, Dallasda deyəsən, John Kennedy öldürüləcəkdi və bununla da ABŞ prezidenti John Kennedy sui-qəsd əsasında öldürüldü. Bu dövrdə Amerikada Kennedy'dən sonra hakimiyyətə Lyndon Johnson gələcəkdi. Çox belə deyək də praqmatik bir prezidentdir. Lyndon Johnson dövründə sosializmə alternativ bir cəmiyyət qurma layihəsi plana çıxır. Bunun layihəsinin adı əslində böyük cəmiyyətdir. Düzdür, adı yoxdur, çıxarılıb dəstə, amma sizə deyirəm demir. Bu nə deməkdir? Yəni sosializmə alternativ bir cəmiyyət. Yəni cəmiyyətdə kasıb təbəqənin olmadığı bir sistem qurmaq istəyirdi. Burada məqsədi o idi ki, artıq bir növ belə deyək də, sosial SSR-də böyük geniş təbliğat gedirdi axı. Kapitalizmdə varlı kasıb olma, insanların az olması. Yəni bunu aradan qaldırmağa çalışırdı ABŞ. Amma lakin buna baxmayaraq, Lyndon Johnson dövründə bu proqram çox böyük xərc tələb elədiyi üçün büdcə kəsiri artacaqdı və vəziyyət daha da ağırlaşacaqdı. Bu dövrdə həm də artıq Amerikada qaradərili məsələsi çox kəskin xarakter almışdı. Qaradərili hüquqlarını artıq tam şəkildə tələb edirdilər. Kennedy'nin dövründə hətta ştatlara, universitetlərə qaradərilər buraxmırdılar deyə məcbur Kennedy ştatlara qoşun yeritmişdi ki, həmin universitetləri ram eləsin və o qaradərilər orada təhsil alsınlar. Və Lyndon Johnson dövründə Martin Luther King var. Qaradərili azadlıq mübarizəsinin rəhbərlərindəndir. Çox möhtəşəm bir insandır. Martin Luther King həm də onlar Amerikada İslamın bir növ yayılmasına və möhkəmlənməsinə çox böyük töhfə verən şəxslərdir. Martin Luther Machiavelli bu digərləri, yəni bir çoxları var idi. Sonradan
Məhəmməd Əli çıxacaqdı, Taneras Baksıyor, sonra Mike Tyson idi. Yəni bunlar hamısı bu dövrün, yəni daha doğrusu bundan sonraki davamçılar hesab olunacaqdı. Yəni Məhəmməd Əli xüsusən o dövrdə daha da ucuz paylı, amma Mike Tyson 90-cı illərdə məsələn İslam dini qəbul ediləndən sonra bu hüquqları daha çox təbliğ edən insan olacaqdı. Dediyimiz kimi Lyndon Johnson dövründə Martin Luther Kingin tələbləri, çıxışları var ki, qaradərlərə seçki hüququ verilsin, vətəndaşlıq bərabərlik hüququ verilsin. 60-cı illərdə Martin Luther'in öldürülməsi vəziyyəti daha da ağırlaşdıracaqdı və Lyndon Johnson məcburiyyət qarşısında qalaraq qaradərlərə seçki hüququnu verəcəkdi və qaradərlər artıq kağız üzərində yox, əməldə də ağdərlərlə eyni kateqoriya şamil olacaq. Yəni burada o dövrdə çox böyük vəziyyət. Məsələn, avtobuslarda qabaqlarda qaradərlər otura bilməzdi. Sonra üzr istəyirəm ifadəmə görə məsələn ayaq yollar qaradərlər üçün ayrı idi, ağdərlər üçün ayrı idi. Məktəblər ayrı idi, məhəllələr ayrı idi. Heç kim məhəlləsinə girə bilməzdi. Heç kim məsələn məhəlləsindən heç vaxt yardım ala bilməzdi. Yəni bu tipli şeylər var idi. Amma bunu tamamilə Lyndon Johnson dövründə ləğv edəcəkdi. Xarici siyasətdə Lyndon Johnson Vyetnam müharibəsinə qoşulacaqdı. Buna səbəb SSR-nin Cənubi-Şərqi Asiyada mövqeyinin güclənməsini istəmirdilər və Vyetnama qoşulma belə deyək, bir növ ABŞ-ın çox böyük fəlakətə səbəb olacaqdı, məğlub olacaqdı və çox böyük itkiyə səbəb olacaqdı. Həmçinin Lyndon Johnson yaxın şərq məsələsində Ərəb-İsrail münaqişəsində İsraili tam şəkildə dəstəkləyəcəkdi və onu müdafiə edəcəkdi. Lyndon Johnson böyük cəmiyyət sistemi və Vyetnam müharibəsinə qoşulması onun mövqeyini zəif edəcəkdi. Respondentləri, yəni seçiciləri onu qəbul eləməyəcəkdilər və onun hakimiyyətdən getməsinə səs verəcəklər və yerinə Richard Nixon gələcəkdi. Nixon dövrü yeni iqtisadi siyasət adlı proqram tətbiq olacaq, YIS. Nixon dövründə sosial xərclər artırılacaqdı, talon sistemi artırılacaqdı, böhrandan çıxılacaqdı, yeni iş yerləri yaradılacaqdı. Bundan paraleldə həmçinin əhalinin sosial rifahı və sosial müavinəti artırılacaqdı. Nixon dövründə Amerika Vyetnam müharibəsini tərk edəcəkdi. Nixon dövründə Amerika SSR-ilə strateji silahların məhdudlaşdırılmasına bağlı müqavilə imzalayacaqdı. Silahlanma yarışını dayandıracaqdı. Buna səbəb artıq çox ciddi maliyyə problemləri vardı. Həm də Amerikanın bir çox ölkədə hərbi bazaları var ki, və bu bazaları maliyyələşdirmək çətin idi. Sonra Nixon dövründə Utergate böhranı baş verəcək. Utergate böhranı nədir uşaqlar? 1972-ci ildə oldu. 1974-də istefa verəcəkdi. Bunlarda ABŞ-da bilirsiniz də respublikaçılar var və demokratlar var və hər birinin özünün seçki kampaniyası olur. Seçki kampaniyası, yəni kimlər hansı vədləri verəcək, seçicilərə hansı vədlər verəcək, sözlər verəcək, onların layihəsi hazırlanır. Utergate otelində 70-ci ildə Nixon tərəfdarları qarşı tərəfin səsini dinləmək üçün qurğular qoşmaq istəyirdi. Amma bu aşkarlanacaqdı və həbs olunacaqdı. 2 illik siyasi araşdırmadan sonra, cinayət araşdırmasından sonra 74-cü ildə Richard Nixon partiyası günahkar hesab olunacaqdı və ilk dəfə ABŞ tarixində impeachment əsasında istefa veriləcəkdi. Yəni məhkəmə qarşısında həbs olunmadan Nixon özünün istefası yazacaqdı və prezident vəzifəsindən çıxacaqdı. Və ilk dəfə Amerika tarixində axı prezident gedir, vitse-prezident gedir, baş nazir gedir, daxili İşlər naziri gedir. Bir çox nazirlər getdiyi üçün nazirlər postu boş qalacaqdı və buna görə də ilk dəfə Konstitusiya Məhkəməsi, Senat və Konstitusiya Məhkəməsi təyinat yolu ilə vəzifəyə təyin edirlər. Artıq, yəni burada 74-də Utergate böhranı ilə əlaqədar olaraq seçki yox, təyinat yolu ilə müəyyən müddət, yəni yeni seçkilər keçənə qədər təyinatla vəzifəyə şəxslər təyin ediləcək. Sonra 80-ci illərdə, 70-ci illərdə bir prezident vardı, onu siz keçmirsiniz, yəni yekundur, ona baxmırsınız. 80-ci illərdə 1980-də Ronald Reagan gəldi hakimiyyətə. İqtisadi proqramı ilə adı üstündə Reaganomika olacaqdı. Nə edəcəkdi? Dövlətin tənzimedici funksiyasını tamamilə ləğv edəcəkdi. Yəni iqtisadiyyata heç bir müdaxilə olunmayacaqdı. Bu bir. İkincisi, enerjinin gətirilməsinə icazə veriləcəkdi ölkədən. Buna da heç bir müdaxilə olmayacaqdı. Yəni enerji qiymətləri, vergiləri aşağı salınacaqdı, rüsumları və ölkə enerji gəlməsinə icazə veriləcəkdi. Sonra kiçik sahibkarlığı inkişaf etdirəcəkdi. Kiçik və orta sahibkarlığı dövlət tərəfindən himayə ediləcəkdi. Az gəlirli ailələrdə, yəni kasıblıq həddindən yaşayan insanlardan gəlir vergisi alınması qəti qadağan edilib, ləğv olunacaqdı. Bununla paraleldə isə
sosial müavinətdə işsizə görə sosial müavinətləri azaldacaqdı, hərbi xəstələri artıracaqdı. Niyə işsizə görə sosial müavinəti azaldı? Burada deyir ki, işsizə görə sosial müavinət verilir, sənə iş verirəm. İşləyirsənsə ged işlə, işləmirsənsə müavinəti kəsirəm. Bu, Margaret Thatcher'in oxşar cəhəti, kiçik sahələri inkişaf etdirmək, sosial müavinətləri ləğv eləmək, hərbi xəstələri artırmaq idi. Reagan dövründə dünya tarixində ilk dəfə fərdi kompüterlər, bilirsiniz indiki masaüstü personal kompüterlər, bir də üzr istəyirəm, ilk mobil telefonlar idi. Yəni onlar istifadəyə veriləcəkdi. Çox böyük idi, yəni həqiqətən. Adapterlarda çox böyük olub, mobil telefonlar özləri də çox böyük olub. Yəni 96, 95-də, 96, 97-də yadıma gəlir. Çox böyük. Bildiyiniz bu formatda bir böyük idi. Telefonu açırdım belə açırdım, bütün üzümü tuturdu. Bir dənə də antenası qaldı. Yəni o dərəcədə bir mobil telefonlar olacaq. 80-ci illər elmi texnik tərəqqinin tətbiqi. Reaganın xarici siyasətində ən böyük rəqibimiz kim olacaqdı? SSR. Adamı Şərq imperiyası adlandırır, yəni dövləti konkret olaraq. Bu dövrdə SSR 79-da Əfqanistana müdaxilə elədiyi üçün SSR ilə münasibətdə kəsləşmişdir. Bax, qulaq asın. 1979-da Əfqanistana müdaxilə eləmişdir, münasibətdə kəsildi. 1979-1980-də Şərqi Avropada SSR-in nüvə başlı raketlər yerləşdirdiyi üçün Reagan buna qarşı tədbir görəcək. Buna cavab olaraq, yəni bax bu raketlərə cavab olaraq Ulduzlar Müharibəsi adlı proqramını tətbiq edir. Yəni bu nədir? Strateji müdafiə təşəbbüs planıdır. Uzaydan ABŞ-ın bir növ belə deyək də, ABŞ-ın raketləri uzaydan izləyəcəkdir. SSR-in raketləri əgər hər hansı bir ateş açılsaydı və ya da alovlansaydı, onu orada yerindəcə məhv eləmək planıdır. Lakin 85-ci ildə Qarbaçovun gəlişi ilə SSR-in ABŞ arasında münasibətə yumşalacaq. Və 1985-88-də strateji silahları və yaxud da nüvə başlı raketləri, yaxın və orta mənzilli nüvə başlı raketlərin ləğvi ilə bağlı danışıqlar aparacaq. Və danışıqlar nəticəsində 87-ci ildə SSR bu raketlərin ləğvi ilə bağlı prosesi razılaşacaq. Bunun razılaşma səbəbi Qarbaçovun daxildəki böhranlar idi ki, zəifləmişdi və razılaşacaq. Sonra 88-ci ildə Reagan gedir, yerinə Atabuş gələcəkdir. Bunun belə deyək də, oğlu olduğu üçün biz belə deyirik. Atabuş gəlir 1989-cu ildə Panamaya, yəni Cənuba belə deyək də, mərkəzi üzrə Amerika müdaxilə edəcəkdir. Reagan dövründə bir dənə də bir şey deyim sizə. Reagan Latin Amerikasına böyük dəyənəki tətbiq edir ki, bu da Roosevelt'in oxşar cəhətdir, yəni oxşar cəhət kimi verir buna. İndi gəldik bura. Atabuşun dövrü 89-da Panamaya müdaxilə. 1990-da Almaniyanın birləşdirilməsinə böyük töhfə verəcəkdi və vasitəsi olacaq. 90-da İraqın Küveytə müdaxiləsinə görə Səhrada Tufan əməliyyatı adlı əmələ keçib 90-91-də İraqa qarşı hərbi əməliyyatlar aparacaq. 91-ci ildə isə SSR-nin dağılması ilə Soğuq müharibənin qalibi Atabuş olacaqdı. Atabuş gələcək. Atabuşdan sonra hakimiyyətə Bill Clinton gəlir. Clinton dövründə səhiyyə sahəsində bir çox islahatlar keçiriləcəkdir. Xarici siyasətdə, baxın üçünü də deyirəm. 1. Balkan məsələsində vasitəçilik oynayıb. 2. Ərəb-İsrail münaqişəsində bilirsiniz də 93-də Vaşinqton konfransı var. Qəzza Əhrəb müqaviləsi var. Bax odur. Onda bir də Azərbaycan-Qarabağ məsələsində əsas vasitəçilik oynayacaqdır. 1994 Budapeşt, 1996 Lissabon samitlərində iştirak edib. Sonra 1999 ATƏM-in İstanbul samitində iştirak edib. Kitabda yoxdur, bunlar qeyd edəcəksiniz. 94-də ATƏT-in Minsk qruplarının həmsədrləri ölkəsindən biri olacaq ki, Qarabağ münaqişəsini həll eləsin. Sonra bundan paraleldə 1994-cü ildə NATO-nun, yəni özünün rəhbərliyi altında NATO təşkilatını Sülhnamə tərəfdaşlıq planı adlı proqram qəbul olunacaqdı və bu proqrama da Azərbaycan belə deyək də qoşulacaqdı, Azərbaycan Respublikası qoşulacaqdı. Sonra bundan sonra Bill Clinton sonra oğul Bush gələcəkdi hakimiyyətə. Oğul Bush'un dövründə vergi islahat keçiriləcəkdi. Son 10 il içərisində vergilərin ixtisarı baş verəcək, vergilərin yuxarı və aşağı həddi təyin ediləcəkdi. Bunda da bundan sonraki bir çox prezidentdə bu proses baş verib. Bush'un dövründə 2001-11 sentyabr hadisələri baş verəcəkdi. Ekiz qüllələr dağıdılacaqdı, bilirsiniz, terror aktı olacaqdı. Bundan istifadə edərək
2001-ci ildə Əfqanistana hücum eləyir. 2003-cü ildə isə kimyəvi silahları bəhanə eləyərək İraqa hücum eləyəcəkdi və bunları ələ keçirəcəkdi. Lakin Bushun istər Əfqanistana, istər İraqa müdaxiləsi onun daxildə itkilərin çoxalmasına görə nüfuzu aşağı düşəcək. Və 2008-ci ildə George Bush seçkilərdə məğlub olub gedəcəkdi və ilk qara dərili prezident Barack Obama gələcək. Barack Obama'nın dövründə varlılardan iqtisadi böhran başlamışdı 2008-də. Varlılardan daha çox vergi alacaqlar, kasıblarda isə az vergi almaq qərarı verəcəklər. Obama'nın dövründə İraqdan qoşunların sayını azaldıb, Əfqanistanda isə qoşunların sayını artıracaqdı. Obama dövründə idi. Obama'dan sonra Donald Trump gələcəkdi. Trump'ın dövründə İran, Rusiya və Şimali Koreya münasibətləri yaxşılaşır. Lakin Donald Trump'dan sonra Joe Biden gələcəkdi. Joe Biden dövründə Rusiya-Ukrayna savaşına görə isə nə edəcəkdik? Rusiya ilə münasibətlər daha da ağırlaşacaqdı. Və sizin Amerika dərsi.